Hal-hazırda Tərtər rayonunun Düyərli kəndindəyik. Gözəl bağbanımız Rəşad qardaşımızın bağındayıq. Bizim el xanəndəmiz, xalq artisti Məsum İbrahimovun tələbəsi, yetirməsi, Tərtərin gözəl xanəndəsi Elzamin Qarabağlı bizi qarşılayıbdır. Yaşar qardaşımız, Allah balasının ruhunu şad eləsin, atasının ruhunu şad eləsin. Onu da qeyd edim ki, Rəşad qardaş, Yaşar qardaşımızın balası dünyasını dəyişdi. 7-sindən sonra atasının ürəyi dözmədi. Yaşarın atasını da yəni öz nəvəsinə qovuşdu babası da. Allah onu da müseyib kişindən ruhunu şad eləsin. Və o qəzada dünyasını dəyişən o 5 dostların hamısının ruhu şad olsun. Və biz gəlmişik bu günləri burada Tərtər rayonuna ağaçlar alırıq ki, aparaq öz həyətində oğlunun vaxtı ilə istədiyi ki, bir plan var idi ki, o həmin həyəti ağaçlarla, təzə ağaçlar əksin. Həmin qaydada oğlun istədiyi kimi yeri əkib, hazır ağaçların əkilməsinə hazır vəziyyətdədir ki, biz aparıb ehsan olaraq Asiman adına bax salacağıq. Allah qəbul eləsin. Allah qəbul eləsin. Kimdə nə yesə, nə yıxsa eləsin. Sağ ol, Allah köməyiniz olsun. Həm də bir belə bu şəkad oldum ki, müəllim, bugünkü kimi gəlib belə bir qardaşlarla, belə bir ailə ilə münasibət qurduq, münasibət tanışlıq oldu. Allah bunların canı sağ eləsin. Allah bu kəndində cəmaatın ağsaqqalının obasını əski eləməsin. Amin inşallah. Zəhmətkeş qardaşım. Qardaşımız da Allah bağına bərəkət versin. Sağ olsun, mənə da bir 3 dənə ağac pay verdi. Bizdə əsas müştəri məmnuniyyəti. Gəlin qonaqda gözüm üstə yer. Allah bərəkət versin qardaş bağıvada. Canı sağ eləsin. Bax bu ağac ərik ağacıdır, eləmi? Gördüyüm ağərikdir, hamısı da məhsuldardır da. Yəni bu il bunu inşallah, yəni demirəm kilo ilə, ən azından nübarın yanı verəcək. İnşallah. Elə bar ağaçları verirəm ki, nümunə kimi də getsin qoyaq zəvəd də bizim torpağımızdır, fərqi yox. Azərbaycan bütün bölgəsi hamısı özümüzündür, Allah'a şükür. Yəni deyirəm qoy ləyaqlı ağaçlar olsun ki, getsin orada baş salsın, sabahlarım qohum əqrabalar da gəlsin bizdən. Bəli, biz də dost tanışı yönəldək ki, bizim burada. Bəli. Ki, yəni gələcəyə də qohum əqrabası da gəlsin bu bağda. Oldu, xeyirli olsun, Allah qəbul eləsin. Allah qəbul eləsin. Sağ ol, sağ ol, sağ ol. Allah sənə razı olsun. Elə sən verdiyin ağaçlar, o 5 dənə oğlun adına, o 5 dənə oğlan ağaçlar verəcək. Bəli, bəli, həqiqətən də qəşəng ağaçlar verdi. Allah kömək olsun. Bunlar Yaqub əriyidir. Bunlar da Yaqub əriyidir, ha? Hə, geçək. Bunlar iyun ayının axırı yetişir, həmi? Elə mi? Aralarında 15 gün, 20 gün fərq olur. Ha, bu gec yetişir. Bəli. Peyvanddır da? Hamısı çalaqdır, bəli. Təmiz. Amma o ağ ərik mayovkadır. O tez yetişirlər. Onlar ağarik dəmi? Hə, tez yetişir onlar. 15 gün elə bundan fərqli yetişir. Bəli, bəli, 10 bəli. gün, 15 gün arasında fərqli. Etap ola yaxşıdır. Hə, qəşəng. Yəni çeşidləri olmağına görə biləcəm də inşallah. İnşallah. Torpaqlı verir qardaşımız. Kulyonkalan bağlayır ki, öz torpağında bitsin. Sağlam inkişaf eləsin də. Əriklərdən alın, 2 dənə də orada başlayacağım. Deməli, Orduba əriyi, ağ əriyi, Yaqub əriyi. Qəşəng. Bir də türk əriyi Bir də türk əriyi. Əla. Lamparmıdır. Hə, qardaş, bu da armud deyirsən, elə? Bəli, bəli. Bunlar lamparmıdır. Lamparmıdır. Gördüyün bağlar bundan salınır həmən. Qəşəng super. Yaylıq armuddur. Hə, Həm sulu, həm ətirli. gözəl. Hə, Allah xeyrin versin. Xeyirli, bərəkətli olsun, Allah qəbul eləsin. Bunlar da mı? Bunlar barı qazıdır qadanam. İkisinə sən bir sayıram da qadanam. 5 manat verərsən ikisinə. Artıq maşına yüklüyürük ağaçları. Allah kömək olsun. Bu yekə nədir? Ərik ağacıdır, eləmi? Bəli, bəli. Hazır barı qazı. Buradan çıxartdın onu. Acaba bəli, bəli. Hə, gözəl, gözəl. Yerindən hamısı sahədə. Əla, bu bir tərəfsən, hə. Allah bərəkət edir. Qardaş, Allah ehsanı qəbul eləsin. Sağ ol başım, Allah köməyiniz olsun. Bu ağaçlarda bar gətirən o meyvələrdən insan yeyəcək, göydə uçan quşlar yeyəcək. Allah xoş olsun. Halal xoşlar olsun. Övladımın ehsan olsun. Allah köməyin olsun. Amin. Allah şəhidlərimizin ruhunu şad eləsin. Allah şəhidlərimizin ruhunu şad eləsin.
bu 5 qardaşın da ruhun şad eləsin Allah Teala. Övladımdan bahəm o 4 nəfərində ehsan olsun bu meyvələr kim qırıb yesə oşaların o 5 qardaşına ehsan olsun. Hə, Allah köməyin olsun. Mən bir dənə də əlavə etmək istəyərdim icazə versəydin. Buyur, buyur. Çünki bu 5 elə cavanın ağrısına dözməyib, ürəyi partlayıb, dünyasını dəyişən Müseyib atan da elə ehsan olsun. Amin. Amin. Allah ruhun şad eləsin. Amin. Həm o Asmanla baba balaydı, həm dostuydu. Dostuydular. Atamın istəyi məndən çox ona idi. Allah ikisində yerin beşik eləsin. Ölənə qədər də mən atamın da, Asmanın da yolunda nə inəsəm, nə arsam, nə xeyirxah eləsəm atamla Asman ruhuna da Allah Teala yazsın. Amin inşallah. Nə Amin savab inşallah. əməl iş görsəm atamla Asman ruhuna hədiyyə eləyər. Amin inşallah. Allah rəhmət eləsin Əhməd. Cəmi dünyasını dəyişənlərimizə. Allah sənə də uzun ömür, can sağlığı versin. Sağ ol. Allah Sən ki belə nətər deyim, şəhidimizin, atanızın yəni sözünə dəstək olaraq, yəni bu gördüyün bağı salırsan, Allah ehsan saldığın bağı da qəbul eləsin. Amin. Amin. Allah köməyin olsun. Allah həmişə savab işlərdə eləsin. Allah şəhidlərimizə də qəni-qəni rəhmət eləsin. Amin inşallah. Allah bizim də işimiz odur ki, bax belə gözəl, təravətli, təmiz meyvələr sataq, gələndə qonaqlar hamısı bir nəfər kimi razı qalsın əmi. Sağ ol qardaş. Bizdə əsas yenə deyirəm, puldur, qazanmaq olur, az da olsa, çox da olsa şükür olsun Allaha. Əsas təmiz pul qazanmaq lazımdır, təmiz çörək qazanmaq lazımdır ki, dost içində, yoldaş içində başucu olmaq lazımdır. Sağ ol qardaş. Allah Biz çox-çox xeyirli. 2021-ci, 2022-ci illərdə burada o qədər ağac daşıdıq ki, Lerikdən, Yardımlıdan tutmuş, Masallıdan tutmuş, xüsusi təyinatların Yaşma, Şubani, bütün hərbi hissələr o zonada olan hərbi hissələrində, eləcə də Bakıda, Neftçalada, bir çox şəhərlərdə Tərtərin özündə belə aparıb əhmişik şəhid qapılarında,